müəyyən şərri terimlər var ki, biz istifadə edirik də. İnşaallah, maşallah, təbarəkallah, Hafizəkullah. barakallah. Barakallah. Bu sözləri örnək verərək inşallah hansını harda işlətməliyik. Yanlışa düşməliyik. Məsələn, nədən başlayaq? Məşəllah. Məsələn, məşəllah müsəlmanın həyatından ayrılmaz bir parçadır o söz. Bunu harda istifadə edirik qardaşlar? Xoşa gələn şey gördükdə. Məşəllah deyirsən. Hətta sahabənin biri digər sahabənin gördü, yəni bədəni iri bədən olub. Onun gördüyüdə nə gözəl bədəni və sar deyib sahabə, o bir sahabə özündən getmişdir. Allah Resulü sallallahu aleyhi ve sellem nədir? Belə olduqda deyir, məşəllah deyir. Və həmçinin göz məsələsi haqqında nə deyir Allah Resulü sallallahu aleyhi ve sellem? Gözdür insanı qəbrə, dəvəni qazana götürür. Ona görə xoşa gələn şeydir. Göz, yəni belə baxırsan xoşuna gəlir. Ona görə məşəllah deyirsən. Bax budur. Barakallah bir qardaşda çox mal gördükdə, əsasən. Əlhamdülillah, yaxşı işlədiyini gördükdə və s. Məşəllah deyirsən. Yəni demirsən, amma nə qədər pulun var axı? Yox. Deyirsən, barakallah. Deyərəm. Deyir, barakallah. Nədir? Allah bərəkət versin. Və yaxud da barakallah. Və yaxud misal üçün, əlhamdülillah, görür ki, uşaq yaxşı uşaqdır, orada da demək olar. Təbarakallah. İnşaallah daha da çox vaxt işlənilir. Misal üçün, iş görəcəyini deyirsən ki, inşaallah. İnşaallah. Yəni, barakallahla təbarakallah yaxındır bir-birinə. Yəni, malın çoxluğu və s. evin eşiyinin gözəl olduğunu görsən, deyirsən, barakallah. Təbarakallah. Məşallah da. İnşallah. Biiznillah da o da gələcəyə dair nəsə iş görmək istədikdə və s. ona deyirsən, biiznillah, Allahın izni ilə. Zaten mənalarını bilsək, hansı sözü harada deyəcək, onu otuzdura biləcək. Biiznillah deyirsən, belə edəcəm. Amma bunu bilməyən adam bəzən səhvdir. Misal üçün nədir? Adam məsələ iş görüb edib, deyib inşallah işi gördüm. Yəni tam oturmur. Yəni biiznillah həm keçmiş zamana deyilir, həm də gələcək. Amma inşallah gələcəkdir ancaq. Məsələ belə deyə bilərsən, biiznillah bu işi gördüm. Gördün mü? Amma inşallah gördüm demirsən. Biiznillah gördüm, amma biiznillah görəcəm. Həm keçmiş, həm gələcəyi deyə bildin mi? Amma inşallah sadəcə gələcəyi deyirsən. İnşallah bunu gördüm. Deyir, axı, inşallah getdim o gün. Yəni, ərəb dil bilmədiyindən o da tam yerinə oturmur. Yəni, ona biiznillah desin. Biiznillah o gün getdim. Yəni, Allahın izniyle getdim. Biiznillah gedəcəm. Allahın izniyle gedəcəm. Amma inşallah, əgər Allah istəsə, mənası budur. Dünən getdim, əgər Allah istəsə. Zaten Allah istədi artıq, sən getdin, gəldin. Barakallahu fikum.